Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyində işğaldan azad olunmuş ərazilərdə əhalinin dayanıqlı məşğulluğunun təmin olunması sahəsində qarşıda duran vəzifələrlə bağlı işə götürənlərlə növbəti görüş keçirilib. Görüşdə rəqəmsal inkişaf və nəqliyyat, iqtisadiyyat, kənd təsərrüfatı, daxili işlər, müdafiə, Fövqəladə Hallar Nazirliyi, Dövlət Sərhəd Xidməti, Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsi, İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzi, Avtomobil Yolları Dövlət Agentliyi, İqtisadi Zonaların İnkişafı Agentliyi, Cengiz İnşaat, Sənaye və Ticarət Anonim Şirkətinin və Kalyon RSI İnşaat Adi Ortaklığı Ticari İşletməsi Şirkətinin ölkəmizdəki filialları və Körpü Bina Tikinti MMC-nin nümayəndələri iştirak ediblər. Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirinin müavini Vüsal Nəsirli böyük qayıdışa dair dövlət proqramının icrası işləri çərçivəsində Qarabağ və Şərqi Zəngəzurda həyata keçirilən aktiv məşğulluq proqramlarını diqqətə çatdırıb və o, işə götürənlərlə sıx əməkdaşlıqda həyata keçirilən bu proqramların getdikcə daha da genişləndiyini vurğulayıb. İşğaldan azad olunmuş ərazilərdə məskunlaşan və məskunlaşması nəzərdə tutulan sakinlərin məşğulluqlarının təmin olunması sahəsində görülmüş işlər, bu sahədə tədbirlərin daha da gücləndirilməsi və səmərəliliyinin artırılması məsələləri müzakirə olunub.